fikir verin müəllif Şeyxülislam İbn Teymiyyə rahimehullah nə deyir? Buyurur ki, onu tanımaq bütün bilgilərin zirvəsidir. Mənəsiz? Onu tanımaq, Allahı bütün bilgilərin zirvəsidir. Yəni ən yüksəyidir. Ona ibadət etmək ən şərəfli məqsəddir. 2. Ona qovuşmaq bütün arzuların ən ucasıdır. 3. Əslində bu peyğəmbərlik dəvətinin nəhayəti və risalətin qayəsidir. Neçədən oldu? 4 dənə fayda. Rahiməhullah. Təkrar edək. Şeyxülislamın bu sözlərin üzərində nur var, vallahi ki. Sizə niyə görə Şeyxülislamın sözlərinin üzərində nur var? Ümumiyyətlə, əhlüsün alimlərin sözlərinin üzərində nur olur həmişə. Əhlüsünnədən başqa olan insanların dediklərində bərəkət və nur olmur. Çünki bərəkəti, nuru verən Allahdır. Subhanahu teala. Bərəkəti, nuru göndərən kimdir? Allahdır. Onlar da Allahın kitabından, Muhammedin sallallahu aleyhi və səlləmin sünnəsindən bəhs etdikləri üçün danışıqlarında da nə olur? Bərəkət olur. Qıraqdan eşidənlər də bu bərəkəti hiss edirlər, həqiqətən. Buyurur ki, onu tanımaq, yəni Allahı, bütün biliklərin zirvəsidir. Ona ibadət etmək ən şərəfli məqsəddir. Ona qovuşmaq bütün arzuların ən ucasıdır. Əslində, bu peyğəmbərlik dəvətinin nəhayəti və risalətin qayəsidir.